Ağbəniz və 7 cırtdan nağılı. Bir zamanlar gözəl, ağ dərili, qara saçlı və qırmızı dodaqlı bir şahzadə vardı. Adı Ağbəniz idi. Onun ögey anası, yəni kraliçası isə çox qısqanc və paxıl bir qadın idi. Kraliçanın sehirli bir güzgüsü vardı. Hər səhər güzgüyə baxıb soruşurdu. Güzgü, de görüm, bu dünyada ən gözəl kimdir? Güzgü həmişə cavab verirdi. Sizsiz, ey kraliça, sizsiz. Amma bir gün Ağbəniz böyüyüb kraliçadan daha gözəl oldu. Kraliça yenə soruşanda güzgü belə dedi. Bağışlayın kraliça, amma indi Ağbəniz dünyada ən gözəldir. Kraliça çox qəzəbləndi və ovçu çağırıb Ağbənizi meşəyə aparıb öldürməsini əmr etdi. Lakin ovçu Ağbənizin məsumluğuna dözə bilmədi və ona qaçmağı məsləhət gördü. Ağbəniz qorxaraq meşəyə qaçdı, tək qaldı. Çox gəzdikdən sonra meşənin dərinliyində kiçik şirin bir ev tapdı. Evə daxil olanda gördü ki, hər şey çox kiçikdir, amma çox çirkli qalıb. Ağbəniz evi təmizlədi, döşəkləri düzəltdi və yorğunluqdan kiçik çarpayılarda yuxuya getdi. Axşam evin 7 sahibi gəldi. Onlar 7 kiçik şən cırtdan idi. Müdrik, şad, yuxulu, kədərli, utancaq, asqıran, səfeh. Cırtdanlar qapını açıb bir qızın onların çarpaylarında yatdığını görüb təəccübləndilər. Ağbəniz oyanıb başına gələnləri danışanda cırtdanlar ona rəhm etdilər və onların evində yaşamağına icazə verdilər. Ağbəniz onlar üçün yemək bişirir, cırtdanlar isə hər gün dağa qızıl axtarmağa gedirdilər. Kraliça Ağbənizin qaçdığını güzgüdən öyrənəndə yenə də çox qəzəbləndi. O, qoca çirkin bir nənə qiyafəsinə girdi və zəhərli bir alma hazırladı. Kraliça nənə libasında cırtdanların evinə gəldi və Ağbənizə bu parlaq qırmızı almanı təklif etdi. Cırtdanların xəbərdarlığına baxmayaraq Ağbəniz almanın yalnız bir tikəsini yedi və yerə yıxıldı. Zəhər onu dərin, sehirli bir yuxuya qərq etmişdi. Cırtdanlar gəlib Ağbənizi yerdə gördülər və çox ağladılar. Onlar kraliçanı tutub cəzalandırdılar. Ağbənizi o qədər çox sevirdilər ki, onu bastırmadılar. Əksinə şüşədən hazırlanmış gözəl bir tabuta qoydular ki,